ayrılıq Hüseyin məni etdi bağrıqan Zeynəb fəda sənə. Ərbəyin nədir? Ərbəyin bu ehtiramın zirvəsidir. Allah vəlisinə hörmətin zirvəsidir. Tarixin ən böyük toplantısıdır və İmam Zamanın zuhurunu Ərbəyin gerçəkləşdirəcək. Bu bir modeldir, dünyaya təqdim olunur ki, insanoğlu necə yaşayar. Allaha and olsun ki, hamı heyrətdə. Allaha and olsun ki, heç kəs Ərbəyini təbliğ eləmədi. Heç kəs demədi ki, Ərbəyinə görün bir dənə müstehidli, mərcəli, alimli, xətibli, hamı ayıldı ki, cəmaat dolu ora. Bir dənə gözəllik yaranıb ki, insanlar bir-birinin başına pərvanə kimi dolanır. Ərbəyin bizə nə ümid edir? Bəşəriyyət o mərhələyə gəlib çatıb ki, Allah vəlisinə hörmət göstərir. Özdə ki, vacib deyil ha. Bir var desəydilər, kim Ərbəyinə getməsə cəhənnəmə gedəcək, kim Hüseyni ziyarət eləməsə cəhənnəmə gedəcək, onda deyərdim də cəhənnəm qorxusundan gəliblər. Bir dənə də vacib hökm yoxdur. Ərbəin vaxtı gəlib, çağır məni ey Həbib. Sən aşiq hər kəsin xəyalıdır Kərbəla. O yolda olar səhərinə, mənə xoşdu hər bəla. Kaş bu il qismət ola, mən də görüm şəhri Nəcəf. Atadan alım səlamı, gedim oğluna tərəf. Dilimdə Hüseynin ismi yol, gedim qədəm qədəm. Ta günah etmiş bu gözlərim, görsün beynul hərəm. Mən neçə illərdir ki, bu cür lütfün əsiriyəm. Kaş ki bu il qismət ola mənə bu şərəf. Mənə olsun qismət, geyim qara köynək, gedim eşqə sarı. Mənə etsin diqqət, gözümdə yaş çatsın kaş hər salam Hüseynə. Və görsün ta ol Zəhra, mən qulam Hüseynə. Aram olsun qəlbim, bitib getsin dərdim. Deyim etdin dəvət, məni ağa mən gəldim. Olum nökər yox bənzər Şah ağam Hüseynə. Nə çox kəslər ki bəslər eşq İmam Hüseynə. Ümidim var ki gün gələr, aləmi nur tutar. Həqiqət üzün göstərər, yeni bir gün çıxar. Duyular səsi, sədası o günün hər